Polşa Respublikasının Azərbaycandakı səfiri Mixail Labenda işçi səfərlə Gəncədə olub. Əvvəlcə Polşa səfiri Azərbaycan Dövlət Aqrar Universitetində olub. Polşalı diplomat universitet tələbələri qarşısında Avropa İttifaqı və Polşanın burada rolu mövzusunda mühazirə oxuyub. Məruzəçi Avropa İttifaqı və onun siyasi quruluşu öz ölkəsinin vahid Avropa ailəsindəki yeri barədə ətraflı məlumat verib. Eləcə də Azərbaycanın bu birliyə qoşulmaq istiqamətində atdığı və atacağı addımlar haqda mülahizələr söyləyib. Görüşlərimin məqsədi dövlətimizin əlaqələrinin inkişafına, o cümlədən Polşanın və Azərbaycanın bölgələri, şəhərləri, münasibətləri arasında əlaqələrin yaradılmasında təkan verməkdir. Bu baxımdan Gəncə ilə Polşanın uyğun bir şəhəri arasında qardaşlaşma səviyyəsində sıx münasibətlər qurmaq fikrimiz var. Universitetin prorektoru İbrahim Cəfərovun sözlərinə görə, belə əməkdaşlığın Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələrinin genişlənməsində müsbət rolu olacaq. Biz bu əlaqələri genişləndirmək istəyirik. Eyni zamanda tədris və elm sahəsində yeni əlaqələr qurmaq istəyirik. Cənab səfir bizə söz verdi. Cənab səfir söz verdi ki, Polşanın ən qabaqcıl universitetləri ilə birindən əlaqələr qurulacaq və tələbələrin gələcəkdə tədrislərini orada davam etdirmək, tədris və istehsalat təcrübələrini keçmək üçün şərait yaradılacaqdır. Biz də bunu arzuluyuruq. Çünki Azərbaycan aqrar elminə bu gün daha müasir texnologiyalara malik, xarici dillərdən birini yaxşı bilən demək bizim mütəxəssislərə ehtiyacımız var və onu yerləşdirmək üçün cənab prezidentin də Azərbaycan dövlətinin də marağı ondadır ki, xarici ölkələrdə bizim daha çox kəslərimiz təhsil alsın və bu istiqamətdə də Azərbaycan Dövlət Aqrar Universitetində işlər davam edir. Qeyd edək ki, daha sonra Polşa səfiri Gəncə şəhər icra hakimiyyətində şəhər rəhbərliyi ilə də görüşüb. Polşa səfiri Gəncə şəhəri ilə yaxından tanış olub. Bəxtiyar Əloğlu, Rövşən Əmrəslanoğlu, Gəncə.